İnsanın en önemli instinktinden birisi hayatta qalmaqdır. Və görsən, bu insanlar ölümdən qaçmayıblar, ölümə qaçıblar ki, biz yaşayaq, rahat yaşayaq. Amma biz hər hansı bir səfəh video görəndə altına yapışdırırıq ki, heyf şəhidlərimizdən. Amma gündəlik özümüz gördüyümüz səhvləri bilmirik. Özümüz motivasiya axtarırıq, liderlik kursları axtarırıq, disiplin axtarırıq. Görürsünüz, bura boş. Bura gəlsəz, onların hamısını burada taparsınız. Taparsınız ki, çünki sonra xidmət göstərdiyimiz adamlar elə bu yoldaşların valideynləri, bu yoldaşların qohumları, elə özümüzük. Amma biz özümüzü yox, sadəcə başqalarını günahlandırırıq. Maslovun piramidasını axtarırıq, Herzbergə baxırıq. Həyatda nə dərs götürmək lazımdır?